Hər vaxtınız xeyir əziz izləyicilər. Respublika qəzetinin 14 mart 2025-ci il buraxılışı ilə bugün birgə tanış olacaq. Sizinlə mənəm, Ləman Təhməz. Bugünkü nömrəmiz 20 səhifədən ibarətdir. Qəzetimizin ilk səhifəsində isə qlobal çağırışlar, mötəbər dialoq və əməkdaşlıq platforması başlıqlı yazı dərc olunub. Bakıda Gülüstan Sarayında Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 13-ü, 15-də 12-ci qlobal Bakı forumu keçirilir. Əvvəlki forumlarda olduğu kimi bu tədbirdə də dünyanın müxtəlif ölkələrinin prezidentləri, baş nazirləri, nazirləri, parlamentariləri, həmçinin sabiq dövlət və hökumət rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. Bu ilki forumun mövzusu dünya düzəninin yenidən düşünülməsi, çağırışların fürsətə çevrilməsində aktual məsələləri əks etdirir. Qəzetimizin 2-ci və 3-cü səhifəsində isə Bakıda dünya düzəninin yenidən düşünülməsi, çağırışların fürsətə çevrilməsi mövzusunda 12-ci qlobal Bakı forumu işə başlayıb. Başlıqlı yazı dərc edilib. Prezident İlham Əliyev forumun açılış mərasimində çıxış edib. Ölkə başçımız bildirib: "Mən bütün qonaqlarımızı illik qlobal Bakı forumunda salamlayıram. Əvvəlcə mən bizimlə olduğunuza görə sizə təşəkkürümü bildirirəm. Mən eyni zamanda Nizami Gəncəvi Beynəlxalq Mərkəzini təbrik edirəm ki, bu illər ərzində çox əla işlər görmüşdür və belə bir mühüm beynəlxalq tədbiri təşkil edir." Qəzetimizin 4-cü səhifəsində verilən yazıların başlıqlarını isə sizə təqdim edirik. Prezident İlham Əliyev Albaniya prezidenti ilə görüşüb. Həmçinin Prezident İlham Əliyev Bosniya və Hersegovinanın rəyasət heyətinin sədri ilə görüşüb. Daha sonra Bolqarıstanın Xarici İşlər nazirini, Beynəlxalq Enerji Agentliyinin icraçı direktorunu, Ümumdünya Səhiyyə Təşkilatının baş direktorunu, son olaraqsa BMT-nin Ticarət və İnkişaf Konfransının baş katibini qəbul edib. Bakıda dünya düzəninin yenidən düşünülməsi, çağırışların fürsətə çevrilməsi mövzusunda 12-ci qlobal Bakı forumu işə başlayıb. Bu yazıda 5-ci səhifəmizdə yer alıb ki, burada Latviyanın sabiq prezidenti Vaira Vilke-Freiberga, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Ghebreyesus, Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol, BMT-nin Cenevrədəki ofisinin baş direktoru Tatyana Valyova kimi bir çox şəxslər çıxış ediblər. Beynəlxalq dialoq və multilateralizmə töhfə başlıqlı yazı isə 6-cı səhifəmizdə dərc olunub. 2024-cü il martın 14-də 16-sında Bakıda keçirilən 11-ci qlobal Bakı forumu dünyanın müxtəlif güşələrindən siyasətçiləri, ekspertləri və liderləri bir araya gətirərək parçalanmış dünyanın bərpası mövzusunda geniş müzakirələr aparmağa şərait yaratdı. Forum beynəlxalq münasibətlərin mürəkkəbliyini və dünya siyasətində Azərbaycanın artan nüfuzunu göstərən ən mühüm tədbirlərdən biri kimi tarixə düşdü. 7-ci səhifəmizdə isə qlobal Bakı forumunda geosiyasi dəyişmələr, məsuliyyətli tərəfdaşlıq rəqabətə qarşı adlı panel başlıqlı yazı yer alıb. Bakıda keçirilən dünya düzəninin yenidən düşünülməsi, çağırışların fürsətə çevrilməsi mövzusunda 12-ci qlobal Bakı forumu işini panel iclaslarla davam etdirib. Həmçinin qəzetimizin 8-ci səhifəsi də 12-ci Bakı qlobal forumu ilə bağlı yazılara həsr edilib ki, bu səhifədə isə BMT-də islahatların aparılması zərurətə çevrilib başlıqlı yazı yer alıb. Gələcək üçün BMT paktı, yeni qlobal konsensusun yaradılması adlı panel iclasda Şimali Makedoniya Respublikasının prezidenti Gordana Silyanovska-Davkova çıxış edib. Onun sözlərinə görə dilimizə, konstitusiyamıza hörmətsizlik edilir. Amma bunun müqabilində bizə Avropa İttifaqına üzvlük təklif olunmur. O bildirib ki, BMT-nin qütbləşməsi istiqamətindəki cəhdlər mövcuddur. Milli azadlıqdan şirin nemət yoxdur. Qətiyyətlə addım milli iradənin ifadəsi başlıqlı yazılarsa 9-cu səhifədə yerləşdirilib. Söz gedən ilk yazıda deyilir: Azərbaycanın demokratik qüvvələri də saxta referendumun əleyhinə idi. Azərbaycan rəhbərliyinin təzyiqinə baxmayaraq Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi martın 14-də Muxtar Respublika əhalisinin referendumda iştirak etməməsi haqqında tarixi qərar qəbul etdi. Müzakirədə Heydər Əliyev geniş nitq söylədi. 10-cu səhifəmizdəki suverenlik, müasir, qüdrətli və qalib Azərbaycan reallığı başlıqlı yazıda bildirilir ki, qrup yaratmaq Ulu Öndər Heydər Əliyevin alın yazısı idi. O, Azərbaycan xalqının tarixini yaradırdı. Yaratdığı ən böyük əsərin adı isə müasir Azərbaycan idi. Liderlər üçün qalibiyyətdən alternativi yoxdur. Onlar qələbə yolunu əvvəlcədən görür, düzgün siyasət yürütməklə qoyulan hədəflərə doğru irəliləyirlər. 11-ci səhifə isə Qərbi Azərbaycan 20-ci əsrin bəlası deportasiya rubrikasına həsr olunub. Bu rubrikada Qərbi Azərbaycana qayıdış əsas hədəfimizdir başlıqlı yazı yerləşdirilib. Daşına torpağına vətən dediyimiz hər parçası Azərbaycan türklərinin qanı ilə yoğrulmuş, miskilimizin, həsrətimizin ünvanı olan Qərbi Azərbaycan bizim əzəli yurt yerimizdir. Hər qarış torpağında ayaq izlərimiz qalıb. Qərbi Azərbaycanlılara qarşı erməni vandalları 20-ci əsrin ayrı-ayrı illərində analoqu olmayan terror hadisələr törətmiş, soydaşlarımız ağır faciə və işgəncələrlə üzləşmişlər.
Azərbaycan ərazisi 1918-2025 adlı kitabın təqdimat mərasimi. Bu yazı isə 12-ci səhifəmizdə dərc olunub. Akademik İsa Həbibbəyli Ulu Öndər Heydər Əliyevin müdrik siyasətini yeni müstəvidə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurlar, həmçinin Azərbaycan ərazisi 1918-2025 adlı kitab haqqında məlumat verib. 13-cü səhifəmizdə dərc olunmuş yazı isə bu başlıqla verilib. Qandarma rejimdə yüksək rütbələri Ermənistanın hərbi siyasi rəhbərliyi verirmiş. Bu yazıda isə qeyd olunur ki, məhkəmə prosesi təqsirləndirilən şəxs David Babayanın suallara cavab verməsi ilə davam etdirilib. O, təqsirləndirilən şəxslərin müdafiəçilərinin və zərər çəkmiş şəxslərin nümayəndələrinin suallarını cavablandırarkən, digər təqsirləndirilən şəxs Bako Sahakyanı da tanıdığını, onunla birgə işlədiyini bildirib. 14-cü səhifəmiz isə hadisələr kontekstində rubrikasına həsr edilib. Bu rubrikada Ermənistanın yeni casus belli oyunu başlıqlı maraqlı bir yazı dərc edilib. Hayastan 10 illərdir unutulan bu anlayışı tozlu arxivdən çıxarmaq istəyir. Kazus belli, yəni müharibə elan etmək üçün formal səbəb, bugün daxili siyasətə nəzarət etirən Ermənistanın baş naziri Nikol Paşinyan və onun komandası üçün alternativlərdən biri kimi ön plana çıxır. Roma dövründən bəri meydana gələn bu anlayışdan 18-ci əsrdə ABŞ dövlətinin yaranması üçün istifadə edilib. Günün siyasi nəbzi isə 15-ci səhifədə tutulub. Bu səhifədə Ermənistan ordusuna xidmət edən Avropalı casuslar başlıqlı yazı dərc edilib. Ermənistan ordusunun arxalandığı ən vacib amillərdən biri rəsmi olaraq özünü müşahidəçi missiya kimi təqdim edən Avropa İttifaqının mülki missionerləridir. Bu missiya Avropa İttifaqının nəzdində olmaqla bərabər yavaş-yavaş NATO-nun himayəsi altına keçir. Ona görə ki, həmin qrupun tərkibinə Kanadalı müşahidəçilər də qatılıb. Mədəniyyətlə bağlı yazılar isə 16-cı səhifəmizdə dərc olunub. Bu yazılardan biri ədəbiyyatımızın canlı əfsanəsi adlanır. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Anar sözü sadəcə yazmayıb, ona ruh verib, onu varlığa çevirib. Onun qələm aldığı əsərlər dünənlə bugün və sabah arasında körpü olub. Anar zamanın nəbzini tutan, insan duyğularını ən incə çalarları ilə təsvir edən yazıçıdır. Həmçinin mədəniyyət rubrikamızda Rəqəmlərin sehri, Beynəlxalq Riyaziyyat Günü hamımızın bayramıdır başlıqlı yazı da yerləşdirilib. Hər il martın 14-ü dünyada riyaziyyat elminə həsr olunan xüsusi bir tarix kimi qeyd edilir. Bugün həm Beynəlxalq Riyaziyyat Günü, həm də məşhur Pi günü kimi adlanır. 17-ci səhifəmizdə sosial orientli rubrikasında aşıq poeziyamızın görkəmli nümayəndəsi başlığı ilə bir yazı dərc edilib. Molla Cümə 1854-cü ildə Azərbaycanın dilbər güşələrindən biri sayılan qədim Şəki şəhərində dünyaya göz açıb. O yaxşı bilirdi ki, kökü yüzilliklərin dərinliklərindən gələn zəngin musiqi və söz repertuarına, teatral keyfiyyətlərə malik Ozan aşıq sənəti dilimizin, ruhumuzun qorunmasında, milli istiqlal düşüncəsinin daşınmasında, qəhrəmanlıq, yurtsevərlik duyğularının aşılanmasında mühüm rol oynayır. 18-ci səhifəmizdəki iqtisadiyyatla bağlı olan yazıların başlıqlarını sizə təqdim edirik. Azərbaycanda oyun sənayesinin qlobal bazara inteqrasiyası güclənir. Hər yana işıq saçaq. Bu il sənaye istehsalı niyə azalıb? Sərsəng su anbarı, Umudlu kəndinə gedən yolun yenidən qurulması yekunlaşır. Son olaraqsa azad edilmiş torpaqların reinteqrasiyası dayanıqlı inkişafa geniş imkanlar vəd edir. 19-cu səhifəmizdə Dünya Bugün xəbərlər rubrikasında Vladimir Putin Ukrayna ilə atəşkəsin şərtlərini açıqlayıb. Polşanın baş naziri Türkiyə liderlərindən yardım istəyib. İsrail və Həmasa 60 günlük atəşkəs planı təklif edilib. Suriyada Milli Təhlükəsizlik Şurası yaradılıb. Qırğızistan və Tacikistan arasında dövlət sərhədi haqqında saziş imzalanıb kimi başlıqlar altında məlumatlar verilib. Qəzetimizin son səhifəsində isə Aktanın xəbərləri, Fövqəladə Hallar Nazirliyinin xəbərləri və idman daim zirbələrdə rubrikası dərc olunub. Həmçinin söz gedən son səhifəmiz hava haqqında məlumatla da yekunlaşır. Bizim isə bugünlük çatdıracaqlarımız da bu qədər idi. Daha çox məlumat almaq üçün qəzetimizi izləməyi unutmayın.